Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün 10 avqust 2026-cı ildir. Bu mənim güclü deyə biləcəyim bir arı koloniyasıdır. Düzdür, bu arıdan daha güclü arılarım var. Həm bu arıda qida ehtiyatını göstərmək istəyirəm. Həm də bəzi fikirlərimi bölüşmək istəyirəm dostlar. İlk öncə dərmanlamadan başlayaq. Bu arılara mən 2 dəfə oksalat asit püskürtmə etmişəm. Ana arıları azad etdikdən sonra 4 günündə bir, 8 günündə isə ikinci dərmanlamanı eləmişəm. Əgər kimyəvi dərman istifadə edəcəksinizsə, qəti şəkildə daha sonra ondan bal götürməyin. Ən azı gələn ilə qədər. Bu arının birinci çərçivəsidir. Bu arıya indiyə qədər 3-4 dəfə bəsləmə eləmişəm. Tamamilə doludur çərçivə. Balla birinci çərçivə. Artıq avqust ayından etibarən sarıcı arılar, eşək arıları başlayacaqlar arıları narahat eləməyə, hücum eləməyə. Əgər varovaya qarşı da düzgün mübarizə aparmamışıqsa, içərdən də varova pik həddə çatacaq. İkinci çərçivə bu cür ballı çərçivə. Mən keçən illə müqayisə edirəm hal-hazırki vaxtı. İndi arılarım keçən ilkindən qat-qat daha yaxşı vəziyyətdədir. Birinci yumurtalı çərçivə. Ayı imkan versə. Artıq üzəri qapanma üzrə olan yumurtalardır. Bir hissəsi də qapanıb. Yəni təzə-təzə başlayıb qapanmağa. Bu birinci yumurtalı çərçivə. Artıq onu deyim ki, balalar doğulmağa başlayıb. Qəfəsləmədən sonra ilk balalardır. İkinci yumurtalı çərçivə. Baxın, maşallah olsun. Çox gözəl yumurtadır barı. Və qida ehtiyatda çox gözəldir. Yəni kəmər bal altında yumurta hissəsi. Bəsləməni birin birə olaraq edirəm. İmkanınız varsa ya 2-3 gündən bir 250-300 qramlıq bəsləmə eləyin. Yoxdursa həftə bir dəfə qabı doldura bilərsiniz. Maşallah olsun. Doğulan yerə də ana arı yumurta atıb təkrardan. Üçüncü yumurtalı çərçivə. Hal-hazırda yaşlı arılara əksik olan qidanı depolatmaq yaxşıdır ki, onsuz da bunların ömrü bir müddət sonra bitəcək. Yeni doğulmuş gənc arılara iş qalmasın. Burada hətta artıq balalar doğulub. Doğulub arılar yerinə verdiyim bəsləməni qoyublar. Deməli, bu arıda bəsləməni kəsmək lazımdır. Yəni, kifayət qədər bal ehtiyatı var arının. Arını əlavə qida ilə yükləməyə ehtiyac yoxdur deyə düşünürəm. Ay maşallah. Və burada da yumurtalar doğulub. Yəni arı nüfusu azalmağa doğru gedirdi. Artıq bu ana arı da buradadır. Bu ilin ana arısıdır. Sakit dəyişməyə getdi ana arı. Demək, anaları azad etdikdən sonra mütləq şəkildə bəsləmə eləmək lazımdır. Keş vermək olarmı? Mən şəxsən keş vermirəm. Ehtiyac da görmürəm hələ ki. Çünki keşi iki halda verirlər. Birinci hal çiçək tozu az olar. Arının çiçək tozu ilə, polenlə təmin etməkdən ötürü polenlə zəngin keş verərlər. İkincisi isə arının qışa girərkən yem ehtiyatı az olar. Keşi qoyarsam üzərindən ki, arı yemi yox, həmin keşdən başını qaçsın. Yəni, yemi çox istifadə eləməsin. Əgər arının yemi yerindədirsə, yəni bal ehtiyatı yerindədirsə, çiçək tozu kifayət qədər varsa, yəni arıya keş vermək məncə arıya əlavə əziyyətdir. Ona görə vermirəm. Əgər verəsi olsam da özüm düzəldib verəcəm. Yəni, haradansa alınma keş verməyəcəm. Və dərmanlama edirsinizsə əgər 12 gün ərzində 3 dəfə ən azı dərmanlama edilməlidir. Ana arı qəfəslənməyibsə əgər. Qəfəslənibsə bir dəfə və yaxud 2 dəfə eləmək kifayət edir hal-hazırki vəziyyətdə.
Lakin varroanı bununla sıfırlamaq olar mümkün deyil. Niyə görə? Çünki arılar tarlaya gedib gəldikcə təbiətdə öz başına, yəni yabani şəkildə yaşayan arılar varsa və yaxud da ətrafınızda başqa arıçılar varsa, mütləq şəkildə onların arasından sizin arılarınıza varroa yoluxacaq. Temboli erkək arılar üçün heç bir yeşik fərqi yoxdur. Onlar istənilən yeşiyə girə bilirlər. Ona görə də bu dərmanlama ilə kifayətlənmək lazım deyil. Şəxsən mən özüm sentyabr ayının sonlarına doğru və ya sentyabrın ortasında havalar sərinlikdə yenidən oksalt asid eləyəcəm, püskürtmə. 3 dəfə 4 gün arayla 3 dəfə 12 gün ərzində püskürtmə eləyəcəm. Artıq qəfəsləyəmə vaxt yoxdur. Çünki ana arı qış qoşunu yığmalıdır. Həmin vaxtda artıq yumurta atmalıdır. Bəs bu qəfəsləmə nə üçündür? Bu qəfəsləmə birdən-birə nüfus aşağı düşür. Yəni avqust ayı elə bir aydır ki, yay arılarının ömrü tükənir. Arı başına düşən varroa sayı həddindən artıq çox olur. Yəni yumurta azalır, varroa çoxalır. Yəni bir arıya, məsələn 10 arıya, 15 arıya bir varroa düşürdüsə, avqust ayına gəlib çıxdıqda, bu yaşlı arılar öldükdə 5 arıya bir varroa düşür. Ona görə də qəfəsləmə mütləqdir. Yəni ən yaxşı variantdır deyərdim. Lakin bundan sonra qəfəsləmə eləsəm bir də noyabr ayında eləyərəm. Çünki bu güclü olan arı qış boyunca yumurta atmağa davam edəcək. Yumurtanı kəsməyəcək. Yumurtanı kəsməkdə də məcburam ki, mən 4 dəfə, 3 dəfə oksalt asid damlatma edeyim. Bu da arının səhhətinə ziyandır. Temboli qış salxıma keçən bir vəziyyətdə, yəni yarı salxım vəziyyətində arıya zərərli olacaq. Ona görə də noyabr ayında indiki bu qəfəslərdən deyil, çərçivənin ortasına qoyulmuş o setka kimi qəfəslərdən istifadə edərək inşallah ana arıları qəfəsə salacaq.